Bu ayədə yazılıb. Məsih özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Məsih özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki o, onlar üçün vəsatətçilik etməkdən ötürü həmişə yaşayır. Amin. Bugün vəsatət duasının vacibliyi haqqında danışacağıq. Bu dua sadəcə başqalarına görə xahiş deyil, həm də sevginin nümayişidir. Həmçinin ruhani müharibədə iştirakdır. Mən öncədən dediyim kimi, bu vəzin yazılmasına səbəb mənim dua edən insanların içində bir müddət olmağım idi. Yəni, mən insanların özlərini duaya necə həsr etdiyini görürüm. Saat 5-də bir kilsə var, saat 5-də hər gün açıq olur. İlin 365 günü və imanlar işə getməzdən əvvəl 5-də yığışırlar, dua edirlər və sonra işə gedirlər. İnsanlara yalnız dua toplantısı olacaq deyəndə onlar tənbəllik etmirlər, onlar gəlirlər. Və onlar təkcə özlərinə görə deyil, digərlərinə görə də vəsatət edirlər. Biz orada müxtəlif görüşlərdə olanda onlar öz dəftərlərində, öz qeydlərində dua bəndlərinin hansı ölkələr üçün, hansı kilsələr üçün, hansı imanlar üçün dua etdiklərini göstərirdilər. Və mən o zaman dua haqqında çox düşünməyə başladım. Düşünürdüm, mənim dua həyatım necədir? Kilsəmizin dua həyatı necədir? Bizim imanların dua həyatı necədir? Və anladım ki, vəsatət duası bizim həyatımızda hökmən olmalıdır. Bu dua sadəcə başqalarına görə xahiş deyil, həm də sevginin nümayişidir. Həm də ruhani müharibədə iştirak etməkdir. Çünki müqəddəs kitab bizə ruhani müharibədə olduğumuzu söyləyir. Və orada deyilir ki, mübarizəniz ət və qana qarşı deyil, yəni insanlara qarşı deyil sizin mübarizəniz. Mübarizəniz ruhlara qarşıdır. İştirak edirikmi biz bu ruhani savaşda? Ediriksə necə edirik? Ediriksə hansı ardıcıllıqla biz bu mübarizəni aparırıq? Əhd-i Ətiqdə vəsatət haqqında söhbət düşdükdə çox güman ki, əksəriyyətimizin yadına Əhd-i Ətiqdə bir mənzərə düşür. Baş kahin xalq üçün əqdəs yerə girirdi, müqəddəs yerə girirdi və onun ayağına kəndir sarıyırdılar. Kəndiri nə üçün sarıyırdılar? Ölsə, heç kimin ora girməyə ixtiyarı yoxdur. Və bu bizə kimi xatırladır? Bu Məsihi xatırladır. Yəni, kahinlik etmək bu Məsihin rəmzidir. Yəni, xalqına görə baş kahin təhlükə ilə özləşirdi. Ölümlə özləşirdi ki, xalqın günahına görə o ölə bilər və onu dartıb çıxarsınlar oradan. İncildə isə Həvari Peterin məktubunda yazılıb ki, siz kahinlərsiz. Sən kahinsən, mən kahinəm. Burada oturan
Hər bir məsihçi, İsa'nı Rəbb və xilaskar kimi qəbul edən hər bir insan kahindir. Rəbbin sözü sənə belə deyir. Bu nə deməkdir? Bu nə deməkdir? Kahinliyin necə olduğunu biz görürük. Kahin xarici ölkələrə, səfərlərə gedən demək deyil. Kahin daim öz mənfəətini düşünən, özünə, öz ailəsinə, öz yaxınlarına görə yaşayan birisi olmalı deyil. Kahin xalqına görə ölməyə hazır olandır. Biz görürük ki, kahin xalqının günahına görə girirdi və o təqdimatı verirdi və təqdimat qəbul olunmadıqda o ölə bilərdi. O belə vəsatət edirdi xalqı üçün. Sən necə vəsatət edirsən? Bu bizim üzərimizdə olan bir işdir. Bu bizim çiyinlərimizdə olmalı olan bir işdir. Vəsatət etmək. Sən necə vəsatət edirsən? Rahatlıqla, güzgüdə özünə baxıb deyə bilərsən ki, sən vəsatətçisən, sən Rəbbin kahinisən. Əgər vəsatət edirsənsə, siyahın var, bax siyahına. Kimin üçün vəsatət edirsən? Kimlər üçün vəsatət edirsən? Əgər orada oğlundur, qızındır, həyat yoldaşındır, atandır, anandır, sən vəsatətçi deyilsən. Vəsatətçi kimin üçün vəsatət edirdi? Bütün xalq üçün. Nə zaman etmirsən bu vəsatəti? Yaradılış kitabı 18-ci fəsildə biz bugün oxuduq və gördük ki, İbrahim Sadom və Hamorra üçün nə edir? Vəsatət edir. Sadom və Hamorra üçün, yəni o günah bataqlığında olan şəhərlər üçün vəsatət edir. Və oxuduğumuz ayələrdən biz nə görürük? O inatkarcasına, o inatkardır, o vəsatətində inatkardır. Dönmür, dönmür, dönmür. Bir daha müraciət edir, bir daha, bir daha, bir daha. Mən düşündüm, dedim, ya Rəbb, mən heç oğlum üçün belə dua etmirəm. Məyər biz oxumamışıq bu kəlamı? İnatkarlıq göstərir. Kimin üçün göstərirsən inatkarlıq? Və həlimlik göstərir, deyir, mən tozam. Xalqların atası, Rəbb ona sən xalqların atası olacaqsan demişdi. Xalqların atası deyir, mən tozam. Biz isə özümüzü çox yüksək tutmağı sevirik. Biz isə özümüzdən o qədər razıyıq, o qədər özümüz haqqında düşünürük, o qədər özümüzə vurğunuq, o qədər öz maraqlarımıza bağlıyıq. Deyir, mən tozam. Toz olduğuma görə də mən o günahkarlar üçün vəsatət edirəm. Və sevgi nümayiş etdir. Sevgi. Bizim sevgimiz də mənfəətli sevgidir. Sən məni sevirsənsə, mən də səni sevirəm. Sən məni sevmirsənsə, mən səni sevmirəm. Bütpərəstlər də belə sevir. Bütün dünya belə sevir. Əgər bizim sevgimiz dünyanın sevgisinə bənzəyirsə, bizim dünyadan nə fərqimiz var? Kimə görə inatkarcasına vəsatətlik duasını edirsən? Çıxış kitabında 32-ci fəsildə 11-ci, 14-cü ayələrdə biz görürük, Musa xalqı üçün dua edir. Xalqı üçün dua edir.
Nə zaman edir Musa xalqı üçün duanı? Nə zaman edir? Xalq günah edəndə. Biz oxusaq o parçanı görəcəyik ki, xalq günah edəndə Musa xalqı üçün dua edir. Biz nə edirik? Kimsə bizə qarşı günah edəndə və ya Rəbbə qarşı günah edəndə? Rəbb onun əvəzini ver. Əvəzini ver deyəndə biz deyirik ki, cəzalandır. Musa isə vəsatət edir. Xalq günah edəndə Musa vəsatət edir. Biz nə üçünsə hardandır bu anlayış bizdə? İnsan təbiətimizdən də təbii ki. Biz düşünürük, dua etdiyimiz insanlar yaxşı olmalıdır. Qardaşım mənə qarşı yaxşıdırsa, mən onun üçün məmnuniyyətlə, mən onun üçün ürəyimlə dua edəcəm. Qucaqlayacağım onu, bərəkətləyəcəm onu. Biz yaxşılar üçün dua etmək istəyirik. Bu nədən irəli gəlir? Biz bu kəlamı yaxşı oxumuruq. Və yaxud oxuyanda dua edərək oxumuruq. Və yaxud oxuduqdan sonra zikr etmirik. Bir parçanı ağlımızda saxlayıb onu təkrarlamırıq, düşünmürük ki, nə demək istəyirdi Rəbb bizə. Və əgər biz bu müqəddəs kitabı yaxşı oxusaq, biz nə qənaətə gələcəyik? Yaxşı insan yoxdur. Yoxdur. Yoxdur yaxşı insan. Çünki kəlam deyir, bircə nəfər də olsun məni axtaran yoxdur. Və o deməkdir ki, sən heç kim üçün dua etməli deyilsin. Nə yaxşı, nə gözəl. Məsihsiz kimsə yaxşı olmur. Ən çox dua günahkarlar üçün edilməlidir. Müqəddəs kitabı oxuduqda biz bunu görürük. Ən çox duanı sən günahkarlar üçün etməlisin. Biz bizi sevənlər üçün dua edirik. Bizə nifrət edənlər üçün dua etmirik. Kəlam nə deyir? Kəlam nə deyir? Sizi təqib edənlər üçün dua edin. Sizə nifrət edənlərə xeyir dua verin. Dua edin. Bu İbranilərə 7:25-də biz nə görürük? Məsih kamil vəsatət edəndir. Məsih kamil vəsatət edəndir. Çünki o, onlar üçün vəsatətçilik etməkdən ötürü, baxın, bu çox güclü bir sözdür və hətta biz ilahiyyatımıza görə razılaşmaya da bilərik. O nə deyir? O, onlar üçün vəsatətlik etməkdən ötürü, Rəbb üçün deyilir bu söz, ağlımıza sığmayan bir söz. O, bunun üçün yaşayır. Nə dərəcədə güclü bir sözdür. O, onlar üçün vəsatətçilik etməkdən ötürü həmişə yaşayır. Nə üçünsə biz bu sözə çox diqqət vermirik, yaşayır sözünə. Ancaq həyatımıza baxsaq, əməllərimizə, düşüncələrimizə, fantaziyalarımıza baxsaq, biz görəcəyik ki, bizim bu anlayışla problemimiz var. Dəfələrlə müqəddəs kitabda Rəbb üçün yazılıb ki, o yaşayır. O yaşayır. O yaşayır, o sağdır. Amma biz elə düşünürük. Biz insanlardan ayrıldıqdan sonra, tənhalıqda olanda biz elə düşünürük, sanki o yaşamır. Sanki o görmür bizim düşüncələrimizi. Görünən bütün günahlar, görünməyən düşüncələrimizdən yaranır. Və nə üçün biz düşüncələrimizdə olduğumuz zaman və onların Rəbdən olmadığı zaman biz anlamırıq ki, o yaşayır, o bizim düşüncələrimizi də görür. Ayə bizə deyir, o yaşayır. İkinci mesaj nədir? Vəsatət etmək üçün yaşayır. Bu o deməkdir ki, Məsih indi də. Bu o deməkdir ki, Məsih indi də sənin üçün dua edir. Nə hiss edirik biz
bu mesajı aldıqda ki, Məsih mənim üçün vəsatət edir. 1-ci Yəhyə, 2-ci fəsil, 1-ci ayədə yazılıb, əgər kimsə günah etsə belə, atanın huzurunda vəsatətçimiz var. Əgər kimsə günah etsə belə, atanın huzurunda vəsatətçimiz var. O salih olan İsa Məsihdir. Ona həmd olsun. Məsih başqaları üçün dua edir. Məsih başqaları üçün dua edir və biz də söyləyirik ki, biz Məsihdəyik, mən Məsihdəyəm. Məsih başqaları üçün dua edir, biz də deyirik ki, mən Məsihdəyəm. Əgər mən Məsihdəyəmsə, mən necə vəsatət duası etməyə bilərəm, mən necə elə yaşaya bilərəm ki, mənim vəsatətim yoxdur kimin üçünsə. Romalılara məktubda Həvari Pavel deyir, ey qardaşlar, biz bilirik ki, əslən o İsrailli idi və Romadakı kilsəyə yazılır ki, ey qardaşlar, İsraillilərin xilasını, İsraillilər xilas olmamışdır. Kiçik bir qism xilas olmuşdur. Deyir, ey qardaşlar, İsraillilərin xilasını ürəkdən arzulayıram. İsraillərin xilasını ürəkdən arzulayıram və bunun üçün nə edirəm? Allaha dua edir. Xilas olmayanlar üçün onun vəsatətini gördük. İsraillər Pavelə nə edirlər? İsraillilərin Həvari Pavelin İsraillərdən gördüyü təqibi o heç kimdən görməmişdi. Nə idi ki, Pavelin ürəyini dəyişmişdi, bizim ürəyimizi dəyişmir. Nə idi ki, onun baxışını dəyişmişdi, bizim baxışımızı dəyişmir. Nə idi ki, onlar vəsatətsiz dayana bilmirdilər, dura bilmirdilər, onlar özlərini vəsatətin qurbanı kimi görürdülər, biz görmürük. Ey qardaşlar, İsraillərin xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua edirəm. Təkrarən oxuyaq. Allaha dua edirəm onların xilası üçün. Rəbb bugün sual verir bizə. Bəzilərimizin burada qardaşlar var, mən gəncliyimdən onlarla birlikdə imana gəlmişim. Artıq birazdan 30 ilə yaxın müddət olacaq. Bəzilərimiz 30 ildir, bəzilərimiz 20 ildir, bəzilərimiz 10 ildir. Məsihdəyik. Onun qanı vasitəsilə salih olmuşuq, xilas olmuşuq. Əbədi həyata malikik. Ancaq hər şey bununla bitmir. Bizim də etməli olduğumuz işlər var. Rəbb bu parçalar vasitəsilə sənə deyir, sən nə vaxt dua edəcəksən? O qədər yaxınlarımız var. O qədər ehtiyacı olanlar var. Nə vaxt dua edəcəksən? Mən başa düşürəm ki, çox emosionalım. Mən Azərbaycan üçün
kilsələr üçün ağlayaraq dua edən qariyerləri görəndə çox təsirlənirdi. Həmd qrupunu aparan iki bacı var idi. Səhər 8-in yarısından axşam 12-yə qədər həmdləri aparırdılar. Və nahar fasiləsində qucağında 2 yaşında təxminən uşağı görəndə çox təəccübləndi. O həsr olunmanı görəndə çox təəccübləndi. Dua etmək zamanı indidir. İndidir. İndi sən o duanı etməlisən. İndi sən o hissləri yaşamalısan. Mən heç kimi bura dəvət etmirəm. Ancaq siz indi bu duanı etməlisiniz. Məsihin çarmıqdan əvvəl duası necə idi? Kimin üçün dua edirdi? Biz bilirik ki, onun çəkdiyi zülmü, əzabları heç kim çəkməyib. O əzablardan öncə o özü üçün deyil, biz üçün dua edirdi. Bura necə gəlmişsən? Necə oldu, imanlı oldu? Mən bir ayə vasitəsilə cavab verəcəm və biz anlayacağıq ki, bura necə gəlmişik, necə iman etmişik. Yəhya 17:20-də deyir, Rəbb yalnız onlar üçün deyil, yalnız onlar üçün deyil, onların sözü ilə mənə iman edənlər üçün də xahiş edirəm. Demək, Məsih, sənin üçün dua edir. Biz burada həvarilərin sözü ilə iman edənlərik. Yalnız onlar üçün deyil, onların sözü ilə mənə iman edənlər üçün dua xahiş edir. İsa mənim üçün dua edib, İsa sənin üçün dua edib. Rəbb duaya dəyər verir, Rəbb dua edənə dəyər verir. Amma biz baxırıq ki, biz dua etməzdən əvvəl biz düşünürük ki, mənim nə qədər problemlərim var. Mənim xasiyyətimlə bağlı problemlərim var. Mənim maddiyyatla bağlı problemim var. Mənim münasibətlərlə, yaxınlarımla münasibətlərimdə problemim var. Mənim sağlamlıqla bağlı problemim var. Amma Rəbb istəyir ki, bütün bunların içində sən başqaları üçün duanı birinci yerə qoyasan. Bütün bunların içində sən başqaları üçün duanı birinci yerə qoymalısan. Biz kahinlərdə, biz İbrahimdə, biz Musada, biz Həvari Pavel'da, biz Məsihdə bunu görürük. Dua bizim Rəbbi idarə etmək vasitəmiz deyil, Rəbbin bizi və bizimlə dünyanı dəyişmək vasitəsidir. Dua etməyən kilsə Rəbbin bu vasitəsindən istifadə etmir. Dua etməyən imanlı Rəbbin bu vasitəsindən istifadə etmir. Onun gücünü nümayiş etmir. İbrahim belə etdi, Musa belə etdi, Pavel belə etdi, İsa çarmıqdan əvvəl belə etdi. Sən də belə et. Sən də belə et. Sən də belə et. Mən sizi Rəbbin ruhunun təsiri ilə, müqəddəs kəlamın təşviqi ilə, ifşası ilə duaçı olmağa çağırıram. Mən sizi vəsatətçi olmağa çağırıram. Mən sizi digərlərinin marağını öz marağınızdan üstün tutmağa çağırıram. İnanın, bir gün, 2 gün bu duanı etsəz, özünüzdə böyük bir dəyişikliklər görəcəksiniz. Siz yuxudan oyandıqda duaya xüsusi vaxt ayırın. Və siz dua edəndə görəcəksiniz müqəddəs ruh necə aparır sizi. Ağlınıza
gəlməyən insanlar ağlınıza gələcək və siz onlar üçün vəsatət edəcəksiniz. Sevmədiyiniz insanlar üçün dua edəcəksiniz. Onları bərəkətləyəcəksiniz. Onlara xeyir dua diləyəcəksiniz. Və ən əsası biz Rəbbin ürəyini anlayacağıq, Rəbbin duyğularını anlayacağıq. Ezekil Peyğəmbərin kitabında belə bir sözlər var və əslində kədərli bir sözlərdir. Deyir, onların içində bir adam axtardım ki, divarı təmir etsin. Bilirsiniz, keçmişdə insanlar qala divarları arxasında yaşayırdılar ki, təhlükəsizlikdə olsunlar və o qala divarları bəzən dağıdılırdı düşmən hücumları nəticəsində və o qala divarlarını keşik çəkən adamlar olurdu. Qala divarları bərpa olana dək orada keşik çəkmək lazım idi və deyir ki, onların içində bir adam axtardım ki, divarı təmir etsin və mənim hüzurumda ölkə naminə divardakı dəliklərin önündə dayansın ki, oranı yerlə yeksan etməyim. Rəbb belə adam axtarır. Və burada yazılıb ki, onların içində bir adam axtardım. Əgər bugünkü bu söz aramızda heç olmasa 1, 2, 3 nəfəri dəyişilsə, bu artıq böyük xeyirdə olacaq bizim kilsə üçün. Bu artıq böyük bir xeyirdə olacaq bizim şəhərimiz üçün. Bu artıq böyük bir xeyirdə olacaq Azərbaycan üçün. Bu artıq böyük bir xeyirdə olacaq Allahın səltənəti üçün. Onların içində bir adam axtarır. Rəbb bir adam axtarır bizim aramızda. Rəbb bir adam axtarır bizim aramızda. Və o adam sən ol. O adam sən ol. Vəsatət et. İnadkarcasına, sevgi ilə, həlimliklə. Əgər aranızda indi dua etmək istəyən varsa, mən sizi dəvət edirəm bura. Biz birlikdə dua edək. Dua edək, bərəkətliyək. Ey Rəbb, sən o adamları qaldır bizim kilsəmizdə. Sən o adamları qaldır bizim kilsəmizdə.